Xəstəmizdə hər iki gördüyünüz qüsur birlikdə rast gəlinir. Həm mərkəzi qaçaq, həm də ön liflətdəki dəlikdən qaçaq qeyd olunur. Xəstə xarici ölkələrdən birində 7 il əvvəl mitral qapaq təmir olunmuşdur. Gördüyünüz exo görüntüdə hər iki qaçaq görünür. Lifletin üzərindəki dəlikdən olan qaçaq artıq 4-cü dərəcə olmuşdur və nəticədə xəstədə şikayətlərlə yanaşı həm də qulaqçıq səyirməsi də formalaşmışdır. Və bu xəstəmizə biz təmir əməliyyatı planladıq. Xəstəyə öncəki əməliyyatda həlqə deyil, band qoyulmuşdur və həmin bandın ucu qapağın üzərində dəliyə əmələ gətirmişdir. Öncə dəliyi kapatmağa nail olduq. Sonra köhnə bandı ehtiyatla xaric etdik. Bu zaman atrioventrikulyar qurğunun dərindən zədələnməsinin qarşısı alınmalıdır. Sonra yeni həlqə yerinə qoyuldu. Əməliyyatdan sonraki exo görüntüdə qaçağın olmadığını görürük və hər şey qaydasındadır. Bu isə xüsusilə həkimlər üçün maraqlı olacaq. Xəstənin şikayətləri olmasına baxmayaraq transtorakal exoda o qədər ciddi bir qaçaq tutmaq çətin idi. Ona görə şübhəli durumlarda xəstənin şikayəti ilə əlaqədar ola biləcək təmir olunmuş xəstələrdə xüsusilə transesofageal exo görüntüsü mütləq alınmalıdır. Bu isə əməliyyatdan sonraki transtorakal görüntüdür. Gördüyünüz kimi qapaq funksiyasını normal görür, heç bir qaçaq yoxdur. Sol qulaqçığın ölçüləri kiçilmişdir, orta qradiyent maksimum 4'dür. Təşəkkür edirik.